Salam, sabahınız xeyir. Bugün 27'si iyun 2025-ci il tarixdir. Bax, bu Petuq oğlu Petuqa, bu Qandon oğlu Qandona, bu yaramaz köpək oğluna, bu namusunu hərraca qoyanlara, bax, bu Barisə, bu Zabilə, bu Barisə, bu Zabilə, bu Zabilin əmsi siyə, namuslarını satanlara. Bax, bunlara çatdırmaq istəyirəm ki, siz məndən nə istəyirsiniz? Nə veribsiniz, ala bilmirsiniz? Mən demişəm, deyirəm də. Eşidin, beyqıryat bey namuslar, ana bacılarını, qız gəlinlərini, lifçik taxanlarını, oturub siyənlərini, namuslarını hərraca qoyan beyqıryat köpək uşağı. Mən İlqarın, Göygöl rayonunun Küçük kəndindəki evim, Zabit demək, oğlu demək, Qandon anasının bağışçının, arvadının, qızının namusunu satanlar. Mənim evim niyə bu gündədir? Bu isə sənin əmindirmi? Bu hissənin, bu göt hissənin, bu Qandon hissənin bağışçısı da bu Arifədirmi? Bu Arifənin Küçük kəndindəki evi niyə bu gündədir? Ölünüzün kəlləsinə baxlasın Azərbaycandakı kişilər. Ananızı, arvadınızı, qız gəlinlərinizi sizin Azərbaycandakı kişilər. Niyə bu gündədir? Hələ bir bana da hələ qorxu gəlirsiniz. Niyə? Bu Arifənin dediyim kimi balalarının özünün Küçük kəndindəki evi, bu evi niyə bu haldadır? Sənin, Zabit, dədənin ağzını sikimliklə Azərbaycan siksin. Dədən köpək oğluna, Baris köpək oğluna, erməni oğluna, bu Baris. Bu Baris'in evinin altındakı torpaq. Bu Afanın, Arifənin balalarının 26 sot torpağını, dədən ağzını, arvadını, qızını Azərbaycan sikən kişilər sikən. Niyə mənim sivsəbt eləyib? Bana da xoş gəlmir qeypənin əkibdə olduqları sikəmən köpək uşağı. Soskəmən köpək. Niyə? Barisə sən ged onu de. Get Barisə, bu Barisə bana xoş gəlmir. Məni öldürməklə. Öldürən öldürür, gəlir öldürür. Bu isə, bu əmin ağzına qoyduğuma, bu dədən ağzına soxduğuma sual deyil. Və mən sizləri çəkmişəm. Bax, bu daha. Bunun hamısını Prezidentə də, Mehriban xanıma da, insan hüquqlarına da, Milli Məclisə də, Milli Təhlükəsizlik Nazirliyinə də, Ədliyyə Nazirliyinə də, Baş Prokurora da, Ali Məhkəməyə də, bütün hər yana yazmışım. Götəoğlu götəngə başına yaxmayı, sənin qeyrətin varsa da, get zürbəni qeyrətini çək. Eşitdinmi? Sizin bu dədə Qaraymanda da, Qarayman cahamatını böldünüz beyqıryat köpək uşağı, beynamız köpək uşağı, cahamatı pərən-pərənə saldınız. Bunun başı, Lilparın, Qaraymanda başına, Lilpar'a Allah rəhmət eləsin, ölən İkram Allah rəhmət eləsin. Lilparla İkramın başına Qaraymanda nə oyun açdınız? Peysər köpək uşağı, ana bacılarının, qız gəlinlərinin, arvadlarının başını tutub, pul qazanan köpək uşağı, qeyrətdən danışmıyor. Mən yaxşıdanım. Bunun anası Tükaz, Qaraymanda 7777 qaçaqları Güdaza verən Tükazdır. Bunun anası Tükaz, Qaraymanda, Göyçədə, Basarkəcərdə 2 dənə qalaba, yəni 2 dənə indiki zadın bahçı var idi. Onun biri Məşəssə idi. Məşəssə, Allah rəhmət eləsin. Biri də Zoltu zat. Tapıb da deyəcəm. Səməndov. Qaraymandakı tapıb deyəcəm indi. Məşəssiyi. Bunun anası kəlləsinə mıxladığım, Məşəssə kimi kişiyi qətlə yetirən Tükazın oldu, sən də onun nəvəssən. Danışmayın beyqıryat köpək uşağı, beynamız köpək uşağı. Mən deyirəm ki, qeypənin əkibdə olduqları, əgər məni dənəmələlən köpək uşağı, mənim balalarımın evi niyə bu gündədir? Niyə? Nə səbəbək bu gündədir? Mən deyirəm ki, mənim bu evimdən qızıl tapmışam. Dədə qızın, ana qızın ağzına tövsünlər.
Kaynattık kazanlarınızın içine torum töksünler. Kanalizasiya töksün. Ben deyirəm ki, ben bu evden bir tane kızıl samavar tapmıştım. 2 tane kemer tapmıştım kızıl. Bir tane çini tapmıştım kızıl. Bir tane kese tapmıştım kızıl. Verin özüme. Kızıl dök. Bəli, mən də deyirəm qızıl dök. Misli. Misli. Baba beləcə qutudur. Qutudur. Qeypə köpək uşağı qeypə. Ana bacılarını, qız gəlinlərini oturub siyənlərini, lipsik taxanlarını hərrəcə qoyan köpək uşağı. Mənə də xox gəlir beyqiriyyət köpək uşağı. Mən deyirəm ki, mən İlqarın bu arvadını, kızını, gəlini, bu sikən köpək oğlu. Aya bu barisin, lütdədilər. Demişəm də, deyirəm də. Sarı suyla Qarabulağın meşəsində həftələrlə, aylarla götürü də sikdilər, ağzını da sikdilər. Zincirlə də bağladılar. Bələdiyyə işlədi. Mənim torpağımı, Arifənin torpağına 26 sot torpağını mənimsədi. Mənim Rusiyanın Ulyanov şəhərində evim olub, göt. Anamsını hərrəcə qoyan köpək oğlu. Sən də bunu kimi köpək oğlusan. Sən də bunu kimi beyqiriyyəsən. Baba, hamınız birsiniz. Baba, bu daha, namusunuz bu daha, qeyrətiniz bu daha budur. Mənim Rusiyadakı evimi Azərbaycan Respublikasının baş prokuroru. Prokurorlar siksin sizin arvadınızı, kızınızı, gəlininizi. Məhkəmələr siksin, polislər siksin sizin arvadınızı, kızınızı, gəlininizi sikirlər də, sikəcəklər də. Mənim Rusiyadakı evimi Bakıya Nərmanova dəyişiblər. Nərmanovda da mənim evim var. Mən deyirəm mənim adımı olan evi niyə mənim içimlər? İndi sənin bu dədən ağzına tökdüyüm, sikimdən töküləni, cahamatın sikimdən tökülən doğrumu əmən, bu əmir, bu dədən, bu əmir, əlbir olublar, mənim, bu petok, bu qandun, bu da namusunu harraca qoyan köpək olur, cında tüyapqa. Mənim adımı ölüm vaxtı çıxardıblar ki, mən ölmüşəm. Kimlərlə çıxardım? Bu demək, bu sikəmən meyitdir. Bu qandun sikəmən meyitdir. Bu meyitdir. Bax, bu meyitdir. Bu zat, Dovşan Dodaq Hənifə. Nə bilim, bu pastı baş bu. Bu beyqirrət bey namusunu hərrəcə qoyan götək. Bu. Mənim adıma yığılıb ölüm vaxtı çıxardıblar. Mənim balalarımın adına yığılıb ölüm vaxtı çıxardıblar. Verin ölünüzü kəlləsini siksinlər. Ölünüzü kəlləsinə cahamat mıxlasın. Adına qazanlarına cahamatın poxu töksün. Verin mənim balalarımın da ölüm vaxtımızı. Siz harada qeydiyyətdəsiniz də qeypən əkib doğduqları. Sikən tökülən əmən köpək uşağı. Mənim balalarım harada qeydiyyətdəyik? Mən evimi istəyirəm, qeypə sikərəm, oturub siyənləri, lifçik taxanlarını mənə də hədə qorxu gəlmə. Gəlməyən lifçinasını arvadını, qızını gəlini sikim. İndi mən gələcəm, biraz ağrıyıram. Gələcəm, sənin prokurorla orada sikəcək sənin arvadınızı, hamınızın qızınızı, gəlininizi. Beyqiriyyət, beynamız, uşağı beynamız. Hələ bir ölmürlər, ismirlər, mənə də hədə qorxu gəlirlər. Mən haqqımı hukum istəyirəm. Mən deyirəm, mənim qızıllarım, 20 kilogram qızım. Samavarım, 2 kəmərim, jaronnikim, dayamışmışam. Qeypə köpək olur, qeypə. Buranı yerləşdirəcəm, get. Zürbü niyə boşaltdırdınız? Zürbənin balalarını niyə çöllərdə qoydunuz? Danışmayın, beyqiriyyət, beynamız, köpək, ana bacılarını, qız gəlinlərini, lifçik taxanlarını, hərrəcə qoyan köpək uşağı. Sizin qeyrətiniz odur. İndi qeyrətdən danışırsınız. Bu qeypədə, bu banduruş adamlara bunlardan 80 bin euro alıb mənim üstümə hücuma keçdiniz. Hamınızın qaynatdığınız qazanız ki, bu oturanlarınızı, lifçik taxanlarınızı sikəcəm, sikdirəcəm hökumətdə. Hələlik bu qədər, sonra da yenə danışacağım. Məndən də hacı bu salmayın, gedin Anqırın tağınızı tapın, it köpək.